Əvvəlcə siyasətdən biraz kənar danışacağıq. Kənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edib. Qurum onları mayın 31-nə qədər yazlıq əkinlərini bəyan etməyə çağırıb. Müraciətdə daha nələr qeyd olunur? Aydə Zərgərli sizə çatdıracaq. Hər vaxtın xeyir olsun Aydə. Çinarə, hər vaxtınız xeyir olsun. Vurğuladığım məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə üst tutmuşuq və qısaca olaraq mən də xatırladım ki, bəli, fermerlərə müraciət var Nazirlik tərəfindən və bu elektron formada həyata keçiriləcək müraciətlərlə bağlı və istərdim ki, daha detallı formada informasiyaları Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov yanımdadır və suallarımızı ona ünvanlayaq. Hər vaxtınız xeyir olsun Vüqar bəy. Bu proses nə vaxta qədər davam eləyəcək və fermerlər nələrə riayət edərək həmin prosesdən qeydiyyatdan keçsinlər? Oldu, təşəkkür edirəm. Ayda xanım, bildiyiniz kimi ölkəmizdə yazlıq əkinlər subsidiyalaşdırılır və dövlət tərəfindən yazlıq əkin aparan fermerlərə əvəzsiz olaraq Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun subsidiyalar ödənilir. Bunun üçün fermerdən tələb olunan yazlıq əkin dövründə apardıqları əkinləri, pambıq, günabaxan, qarğıdalı, bostan, tərəvəz əkinlərini, o cümlədən yazlıq arpa, buğda əkinlərini may ayının 31-nə dək elektron kənd təsərrüfatı informasiya sistemində bəyan etməsidir. Fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri daxil etməlidir və bir də əkin məlumatlarını daxil etməlidir. Eyni zamanda zəruri bir qeyd vardır ki, bunu bir daha fürsətlə istifadə edib xatırlatmaq istəyirəm. Qanunvericiliyə əsasən ölkəmizdə 5 hektardan artıq olan əkinlər aqrokimyəvi analiz predmeti sayılır. Yəni 5 hektardan artıq sahəsi olan əkin aparan fermerlər mütləq öz sahələrindən torpaq nümunələri götürərək analiz verməlidir və analizin nəticələrini EKTİS-ə, elektron kənd təsərrüfatı informasiya sisteminə adaptasiya etməlidir. Yəni ora artıq sistemlər arasında avtomatik olaraq analizin nəticələri görünür və eyni zamanda 10 hektardan artıq olan əkinlər və üstəgəl də meyvə bağları sığorta predmetidir və bu kateqoriyadan olan əkinlər mütləq dövlət dəstəyi ilə sığortalanmalıdır. Bilirsiniz ki, ölkəmizdə aqrar sığorta mexanizmi 50% dövlət dəstəklidir, yəni sığorta haqqının 50% dövlət tərəfindən ödənilir və bu müddət ərzində mayın 31-nə dək fermerlər torpaq məlumatlarını, əkin məlumatlarını daxil edir, üstəlik torpaqlarından analiz verir və ərazilərini sığortalayaraq müraciət etmiş olur. Müraciət prosesi tam elektronlaşıb. Siz qeyd etdiyiniz kimi müraciət daxil olduqdan sonra artıq təsdiq məlumatlar təsdiqini tapdıqdan sonra artıq iyun ayından başlayaraq monitorinqlər həyata keçirilir və yazlıq əkinlərə görə əmsallara uyğun olaraq fermerlərə subsidiyalar verilir. Təşəkkür edirəm. Çinarə, bir daha xatırladım ki, bizim qonağımız Kənd Təsərrüfatı Nazirliyi mətbuat katibi Vüqar Hüseynov idi və o bizə müraciətlə bağlı informasiyaları detallı formada diqqətimizə çatdırmağa çalışdı. Bir daha xatırladaq ki, fermerlər may ayının 31-nə qədər elektron formada müraciət edə bilərlər və orada müəyyən göstərilmiş elektron formada da müraciətlərə əsasən öz məlumatlarını göndərə biləcəklər. Çatdıracağımız informasiyalar hələlik bundan ibarətdir və sözü yenidən sənə ötürürəm. Təşəkkürümü bildirirəm. Aydə məlumatı bizimlə bölüşdünüz.